Bir zamanlar xeyriyyəçi Murtuza Muxtarovun bağ evi olan bu ərazi hazırda Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu kimi fəaliyyət göstərir. Bakının memarlığının inkişafında müstəsna rolu olan Muxtarov xanımı Liza ilə Avropaya səyahət etdiyi dövrdə İtaliyanın Venesiya şəhərindəki binaların arxitekturasına valeh olub və onlara oxşar sarayı bu bağda bir il ərzində tikdirib. 1895-1920-ci illərdə Murtuza Muxtarova məxsus olan bu malikanənin həyətində bir quyu var. Quyunun içərisindən bir neçə istiqamətə yollar ayrılır, amma bu günə qədər heç kim o yolların sonundakı çıxışların harda olduğunu öyrənə bilməyib. Bağ 1925-ci ildə dövlət mülkiyyətinə keçib, sonradan müxtəlif təşkilatların tərkibində olub. Son illər ərzində bağda yenidən qurma, tikinti işləri aparılıb. Oraya dünyanın müxtəlif ölkələrindən 700-ə yaxın yeni bitki növləri gətirilib.